Marneoli'da Sopoholis təhsil mərkəzində yerli gənclərlə Gürcüstan İctimai Yayıncısı 1-ci kanalın Rəngarək Gürcüstan qrupunun rəhbəri Ramil Aliyeva görüş təlim keçirib. Görüş zamanı Ramil Aliyeva medianın vacibliyini, İctimai Yayıncının fəaliyyətini, həyata keçirdiyi layihələr və Gürcüstan Azərbaycanlı icması üçün hazırlanan materiallar haqqında danışdı. Gənclər media və digər mövzularda müxtəlif suallar verdilər, həmçinin Gürcüstan 1-ci kanalının yeni binasını görmək istədiklərini bildirdilər. Bugün Marneoli'də Sopoholis Hikmət şəhəri mərkəzində gənclərlə görüşümüz oldu. Əsasən gənclərə Gürcüstanın 1-ci kanalının Gürcüstanın Azərbaycan dilli vətəndaşları üçün hazırladığı layihələr haqqında məlumat verdik və onlara televiziyanın digər media layihələrində də bir çox sahədə Gürcüstan Azərbaycanlılarının yer tutduqlarını, inteqrasiya proseslərində birbaşa iştirak etdiklərini, həmçinin də Gürcü dilli verilişlərdə regionun haqqında, regionun gündəliyi haqqında, eləcə də burada yaşayan əhalinin adət-ənənələri, məişəti, gündəlik həyatı, onlar üçün önəmli olan məsələlərin də yer aldığını söylədik. Gənclərin çox böyük marağı vardı televiziya həyatı ilə əlaqədar, ümumiyyətlə televiziya ilə əlaqədar. Ən çox maraqları da televiziyanın yeni binası ilə əlaqəli oldu. Onlar ümid edirlər ki, yaxın gələcəkdə Gürcüstanın 1-ci kanalının yeni binasına qonaq ola biləcəklər. Biz öz növbəmizdə onları böyük bir sevinclə öz yeni binamızda qəbul edəcəyimizi söylədik. Və düşünürəm ki, bu kimi görüşlər Gürcüstan İctimai Televiziyası və əhali arasında olan əlaqələri gücləndirir və əhali ilə birbaşa ünsiyyətə səbəb olur. Bu ünsiyyət isə informasiya mübadiləsinə, eləcə də əhalidən onlar üçün nəyin daha əsas olduğunu və nəyin daha önəmli olduğunu öyrənməyə fürsət yaradır.